Tibb elmləri doktoru, professor və millət vəkili Rəşad Mahmudov son dövrlərdə yenidən gündəmə gələn peyvənd müzakirələri fonunda diqqət çəkən və elmi əsaslara söykənən geniş bir yazı qələmə alıb. Xüsusilə COVID-19 peyvəndləri ətrafında yayılan narahatlıqlar, ürək fəsadları ilə bağlı iddialar və cəmiyyətdə formalaşan tərəddüdlər onun analizinin əsas mövzusudur. Turkustan.az professorun peyvəndlərlə bağlı hazırladığı həmin yazını təqdim edir. Peyvəndlərlə bağlı tərəddüd və suallar təkcə COVID-19 dövrünə aid deyil. Tarix boyu bəşəriyyətin üzləşdiyi böyük epidemiyalar və pandemiyalar zamanı çiçək, poliomiyelit, qızılca və digər ağır yoluxucu xəstəliklər dövründə də peyvənd və müalicə üsullarına qarşı şübhələr olub. Bu, cəmiyyətin yeni tibbi yanaşmalara verdiyi təbii reaksiyadır. İnsan sağlamlığı ilə bağlı qərarlarda ehtiyatlı olmaq istəyir və bu başa düşüləndir. Ancaq tarix göstərir ki, milyonlarla insanın həyatını xilas edən əsas amil elmi yanaşma, profilaktika və peyvənd proqramları olub. Bu sahədə çalışan alimlərin və həkimlərin adı bugün də hörmətlə çəkilir. Emosional etirazlar isə zaman keçdikcə arxa planda qalır, nəticəni isə faktlar müəyyən edir. COVID-19 dövründə müzakirə olunan əsas tibbi mövzulardan biri də peyvəndən sonra nadir hallarda müşahidə olunan miokardit və perikardit hallarıdır. Mən bir ürək həkimi kimi bu məsələyə həm klinik, həm də elmi prizmadan yanaşıram. Bəli, beynəlxalq ədəbiyyatda, xüsusilə gənc yaş qrupunda peyvəndən sonra nadir miokardit və perikardit halları təsvir olunub. Ancaq bu hallar çox aşağı tezlikdə rast gəlinir, əksərən yüngül klinik gedişli olur və düzgün izləmə və müalicə ilə tam bərpa ilə nəticələnir. Digər tərəfdən isə klinik praktikada gördüyümüz daha mühüm reallıq var. COVID infeksiyasının özü ürək əzələsinə zədələnmə, ritm pozuntuları, miokardit və hətta ürək çatışmazlığına qədər gedə bilən fəsadlar törədə bilir və bu risk peyvənddən sonraki risklə müqayisədə qat-qat yüksəkdir. Yəni, risk qiymətləndirilməsi aparılarkən yalnız peyvənddən sonraki nadir hallar deyil, xəstəliyin özünün yaratdığı daha böyük təhlükədən nəzərə alınmalıdır. Bugün üstünlüyümüz ondadır ki, böyük populyasiyalar üzrə real məlumat bazaları mövcuddur və milyonlarla insan üzərində toplanan nəticələri analiz etmək mümkündür. Bu geniş datalar COVID-19 peyvəndləri ilə gənclərdə davamlı ürək çatışmazlığı arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyir. Təhlükəsizlik göstəriciləri isə davamlı monitorinq altındadır. Mən hesab edirəm ki, peyvənd tərəddüdü olan insanlara qarşı sərt mövqe yox, açıq dialoq lazımdır. Narahatlıqları dinləmək, sualları cavablandırmaq və qərarı elmi sübutlara əsasən birlikdə vermək ən doğru yoldur. Səhiyyədə əsas prinsip qorxu deyil, məlumatlı seçim olmalıdır.